Salam, Səfəvilər 17-ci əsrə aid olan testləri 2025-ci il demək topludan izahına baxaq. Bir qədərini izah edəcəm. Birinci test 17-ci əsrin sonlarında Azərbaycanda iqtisadiyyatın tənəzzül etməsinin səbəblərindən biri. Cavablara baxaq. A variantı Şah 1. Abbas tərəfindən əhalinin zorla ölkədən şimala köçürülməsi belə bir məsələ olmamışdır. Həm də Şah 1. Abbas 1629-cu ildə hakimiyyətdə olmuşdu. B variantı pul böhranının baş verməsi. Bəli, bu Şah Hüseynin dövründə olmuşdu. Hətta o ata-babalarından qalma qızıl və gümüş əşyaları məqbərələrdən götürülmüş, əritmiş və pula çevirmişdi. Böhranın qarşısını almaq üçün, lakin bu da baş tutmamışdı. Digər variantlar isə düzgün deyil. İkinci test 17-ci əsrin sonlarında Səfəvi dövlətində ticarətin və əmtə mübadiləsinin inkişafına mane olurdu. A variantı fasiləsiz Səfəvi-Osmanlı müharibələri. 17-ci əsrin sonunda Səfəvi-Osmanlı müharibələri yox idi. Çünki son müqavilə 3-cü mərhələnin sonu 1639-cu il Qəsr-Şirin müqaviləsidir. B. Qəlb pulların dövrəyə daxil olması. Bəli, cavab B olacaq. Üçüncü test. Çuxursəd Bəylərbəliyin ərazisini müəyyən edin. Çuxursəd Bəylərbəliyi 4-cü ərazidir. İrəvan ətrafı. Deməli 2. Qarabağ Bəylərbəliyi, mərkəzi Gəncə. 3. Şirvan Bəylərbəliyi, mərkəzi Şamaxı. 1. Təbriz Bəylərbəliyi, mərkəzi Təbriz və yaxud Cənub Bəylərbəliyi. 5 isə Şərqi Gürcüstan ərazisidir. 4. Şirvan Bəylərbəliyinin ərazisini müəyyən edin. Şirvan Bəylərbəliyi 3-dür. Digərlərini isə bayaq qeyd etdik. 5. Qarabağ Bəylərbəliyinin ərazisini müəyyən edin. O isə 2-dir. B variantı. 6. Səfəvi dövlətində adı buraxılan hökmdarları müəyyən edin. Şah 1. Təhmasibdən sonra hakimiyyətə gəlir Şah 2. İsmayıl. 1476-1477-ci illərdə hakimiyyətdə olmuş və daha doğrusu 1576-77-ci illərdə hakimiyyətdə olmuş, sui-qəsd nəticəsində öldürülmüşdür. 7. Səfəvi dövlətinin adı buraxılan hökmdarını müəyyən edin. Şah 1. Səfədən sonra hakimiyyətə Şah 2. Abbas gəlir. Y variantı. 1642-1666-cı illərdə hakimiyyətdə olmuşdur. 8. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə aid olmayan ifadəni müəyyən edin. Tamğa. Tamğa 17-nin ikinci yarısında yoxdur. Çünki 1565-ci ildə ləğv olunmuşdu Şah 1. Təhmasib tərəfindən. Digərləri Vəqif, Elat, Vəqif dini idarələrə məxsus torpaqlar, Elat köçəri maldar, Sultan, ən kiçik inzibati ərazini idarə edən şəxs və rəiyyət isə ümumi vergi verən əhali idi. 9. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə aid olmayan ifadəni müəyyən edin. Kənqaş Səfəvi dövlətinə aid deyildi. Bu, Ağqoyunlu və Qaraqoyunlularda sülalə özlərindən ibarət olan qapalı məşvərət orqanı idi. 10. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə aid olmayan ifadəni müəyyən edin. Deməli, Maaf Səfəvi dövlətinə aid deyil. Maaf ifadəsini biz xanlıqlarda görəcəyik. Digərləri isə Xalisə, Vəzir, Sultan, Xan aiddir. Xan deməli, ali hərbi inzibati mövqe daşıyır. Sultan ən kiçik vəzifə idi. Xalisə şahın ailəsinə məxsus və yaxud sülaləyə məxsus torpaqlardır. Vəzir isə maliyyə işlərinə baxan şahın möhürdarı idi. 11. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətində mövcud olmayan torpaq mülkiyyət formasını müəyyən edin. Olmayan İncudur. Çünki İncu Monqollar dövründə sülaləyə məxsus olan torpaqlar idi. Digərləri isə divan var Səfəvilərdə, dövlətə məxsusdur. Gəliri birbaşa xəzinəyə gedir. Xalisə şahın ailəsinə, mülkədarlara, tiyul isə hərbi xidmət müqabilində şərti verilən torpaqlardır. Yalnız şahın fərmanı ilə irsən keçə bilirdi. 12. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətində mövcud olmayan torpaq mülkiyyət forması
Burada olacaq ud, çünki ud Səlcuqlar dövründə mövcud olan torpaqdır. Vəqif, xasiyyət, tiyul, mülk var, bayaq izah etdim onları. 13. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətində aid olmayan ifadəni müəyyən edin. Burada Bayrat olacaq, çünki Bayrat Monqollar dövründə boş qalmış torpaqlar idi. Digərlərini dedik. 14. 17-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formalarından deyil, İqta, çünki İqta ərəblər dövründə, Səlcuqlar, Eldənizlər dövründə var, amma Qaraqoyunlar qoyun dövründə artıq yoxdur. Soyurqalla əvəz olunur, Səfəvilərdə isə tiyulla əvəz olunur. 15. 17-ci əsrin ikinci yarısında Azərbaycanda əldə olunmuş gəlirlərin dövlət xərclərinin ödənməsinə sərf edilən torpaq mülkiyyət forması cavab D. Divan. 16. 17-ci əsrin ikinci yarısında Səfəvilərdə şaha və onun ailəsinə məxsus torpaq mülkiyyət forması cavab Y. Xalisə. 17. Hadisələrin 17-ci əsrin sonlarında Səfəvi dövləti üçün nəticəsini müəyyən edin. Böyük coğrafi kəşflər baş verdi, Hindistanın dəniz yolu kəşf olundu, İpək yolu öz əhəmiyyətini itirdi və Səfəvi iqtisadiyyatına bütün bu hadisələr mənfi təsir göstərdi. Manufakturaların meydana gəlməsi olmaz. Azərbaycanda manufaktura xanabaddır. O da 19-cu əsr 20-ci illəri 1827-də yaranmışdı. Pul böhranının yaranması ola bilər. Digər variantlara baxaq. Şərq və Qərb arasında ticarətin Səfəvi dövlətinin əlində cəmləşməsi xeyr, bu yanlışdır. Azərbaycan əzələrin Rusiya və Osmanlı dövləti arasında bölünməsi, bu da yanlışdır. Hakimiyyətdə Nadir xan əlində cəmləşməsi, bu da yanlışdır. Çünki Nadir xan 18-ci əsrdə ortaya çıxır. Cavab B. 18-ci test. Göstərilən hadisələrin 17-ci əsrin sonlarında Səfəvi dövləti üçün nəticəsini müəyyən edin. Hindistana dəniz yolu, İpək yolu əhəmiyyətini itirir, pul böhranı, yenə mənfi bir şey seçəcəyik. Cavab D variantı iqtisadiyyatın tənəzzülə uğraması. 19. Səfəvi dövlətinin adı buraxılmış hökmdarını müəyyən edin. Demək, birinci səhvədən sonra 2-ci Abbasdır. Hakimiyyət illəri 1642-1666. 20. Sülh müqavilələrinin xronoloji ardıcıllığını müəyyən edin. Mərənd 1618, Rəşd 1732, Qəsr Şirin 1639, Amasya 1555. Demək, birinci olacaq 4, 1, daha sonra 3, sonra 2, 4, 1, 3, 2 isə C-dədir. Sülh müqavilələrinin xronoloji ardıcıllığını müəyyən edin. Kirmanşah 1732, Mərənd 1618, Amasya 1555, Rəşd 1732. Deməli, birinci Amasya olacaq, daha sonra Mərənd 3, 2, daha sonra Kirmanşah 1, sonra 4, 3, 2, 1, 4. Bu da D-dədir, D variantı. 22. 1618 və 1639-cu illərə aiddir müqavilələr. Amasya Pəryox, Mərənd və Qəsr Şirin sülhü. Cavab C. 23. 1590 və 1639-cu illərə aiddir müqavilələr. Yenə də 1-ci İstanbul və Qəsr Şirin. Cavab A. 24. Səfəvi Osmanlı müharibələrinə aid olan sülh müqavilələrini müəyyən edin. Amasya, bəli, biri 1-dir. Peterburq 1723-də ruslarla imzalanıbdır. Gəncə 1735-də ruslarla imzalanıbdır. 2 və 3 çıxır. 2-ci İstanbul 1612 Osmanlılarla imzalanıb. Qəsr Şirin 1639 Osmanlılarla imzalanıb. Deməli, cavab 1, 4, 5-dir. Cavab B-dir. 25. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə aid olan ifadəni müəyyən edin. 17-ci ikinci yarısında Səfəvi dövlətinə aid olan ifadə tamğa deyil, malcəhət var. Bəli, malcəhət olacaq. Çünki Xaraq Sasani dövrünə aiddir. Qofçur Səfəvi dövründə yoxdur. Monqol dövrünə aiddir. İlati də həmçinin yoxdur. (26) 17-ci əsrin ikinci yarısında Azərbaycanda əhalidən alınan vergi. Qofçur, malcəhət. Bəli, cavab olacaq malcəhət. Çünki Qofçur, tamğa, bunlar Monqollar dövrünə aiddir. Tiyul torpaq mülkiyyət formasıdır. Çöpbaşın isə biz xanlıqlar dövründə görəcəyik. 27. 17-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formalarına aid deyil.
Xalisə mövcuddur. Cavab D. Xostaq. Çünki tiyul, vəqf, mülk bunlar hamısı var. 28. Uyğunluğu müəyyən edin. Şah Məhəmməd Xudabəndə 2-ci İstanbul sülhü. Bu yanlışdır. 2-ci İstanbul sülhü Xudabəndəyə yox, Abbasa düşür. Yenə Mərənd də düşmür. Deməli 1 və 2 olan cavablar gedəcək. 1, 1, 2, ya 3, 4 ya da 3, 5 olacaq. 4 və 5-ə baxaq. Şah 1-ci Səfi, 5 Amasya sülhü. Bu da yanlışdır. Deməli 4 ilə 3 ilə 4 olacaq cavab. Şah 1-ci Abbas, 2-ci İstanbul, Şah 1-ci Abbas, Mərənd. Bəli. 29. Səfəvi dövlətinə adı buraxılmış hökmdarı müəyyən edin. Şah 1-ci Abbasdan sonra hakimiyyətə nəvəsi Səfi gəlir. Cavab Y variantı. Hakimiyyət illəri 1629-1642. 30. 17-ci əsrin ikinci yarısında Səfəvilər dövlətində mahalları idarə edirdi. Qorçubaşı çərikin başçısıdır. Bəylərbəyi bəylərbəyliyi idarə edir. Kələntər şəhəri idarə edir. Vəzir maliyyə işinə baxır. Cavab B. Qolbəyi. 31. 17-ci əsrin birinci yarısında Səfəvi Osmanlı müharibələrinə son qoymuş müqavilə 17-nin birinci yarısı 1639-cu il Qəsr-Şirin müqaviləsidir. 32. 17-ci əsrin sonunda Səfəvi dövlətinin iqtisadi tənəzzülünün xarici səbəblərinə aiddir. Dövlət idarəçiliyində böhran bu daxilidir. İpək yolu əhəmiyyətini itirir. Cavab B-dir. 33. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir. Peterburq müqaviləsi 1723-dür, 18-ci əsrdir. Dərbənddən Gilana ərazilər, bu da Peterburq müqaviləsi 1723-dür. Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması 1667-dir, 17-nin ikinci yarısıdır. Osmanlı İmperiyasının hücumu bu dövrdə yoxdur. Kirmanşahda müqavilə isə 1732-dədir. 34. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir. Qəsr-Şirin müqaviləsinin imzalanması yanlışdır. Bu 17-nin birinci yarısı Azərbaycan Xəzəryanı bölgələrin Rusiyada tutulması, bu da 1723-dədir, 18-ci əsrdədir. Şah 2-ci Abbasın dövründə Səfəvilərin Rusiya ilə silahlı toqquşma 1653-62-dir. Bəli, bu da 17-nin ikinci yarısına düşür. Cavab C. 35. Ağqoyunlu Rəşd, bu yanlışdır. Deməli, harada 5 varsa çıxacaq. Y variantı çıxdı. D də çıxdı. 1, 4, 1, 2. 2-də 2 yerdə 1, 4 var. Səfəvi, Amasya Osmanlı, bu doğrudur. 4 doğrudur. Osmanlı, Səfəvi Gəncə, bu yanlışdır. Osmanlı, Kirmanşah, Rusiya, bu da yanlışdır. Səfəvi, Mərənd Osmanlı. Biri 1-dir, biri də 4-dür. 1, 4-də C və A variantlarındadır. 36. 17-ci əsrdə Azərbaycanda hakim feodal təbəqənin ikinci qrupunu təşkil edirdi. Demək, başda qızılbaş əyanları dururdu. İkinci yerdə ali şiə ruhanilər, üçüncü yerdə yerli əyanlar dururdu. Demək, cavab B olacaq. 37. 17-ci əsrin ikinci yarısında Səfəvilərdə iş heyvanı istehsal aləti olan bu rəiyyətdir. Cavab D variantı. Maaf Səfəvilərdə deyil, dediyim kimi anlıqlardaydı. Y variantı. Xan Alinzibati mövqe daşıyırdı. Rəncibər ümumi vergi verən əhalidir. Elat da köçəri maldarlardır. Cavab olur nə? Rəiyyət. Yox, Rəncibər təsərrüfatı olmayandır. Rəiyyət isə ümumi vergi verən əhali. Burada deyildiyi kimi iş heyvanı istehsal aləti olan və feodaldan aldığı torpağı becərən kəndlidir. 38. Səfəvi dövlətinin 17-ci əsr ikinci yarısı tarixinə aiddir. Vəqf torpaq sahibliyinin ilk dəfə icarəyə verilməsi, belə bir hadisə yoxdur. Amasya sülhü 1555-dədir, yanlışdır. Tiyul torpaq sahibinin istifadə edilməsi, bəli, tiyul torpaq sahibliyi var. Cavab C-dir. 39. Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixinə aiddir. Divan torpaq sahiblindən istifadə olması, bəli, cavab olacaq. 40. Səfəvi dövlətinin 17-ci əsr ortaları tarixi üçün səciyyəvi idi. Hərbi əyanların 17-ci əsr 1650-lər. Deməli, hərbi əyanların feodalların ikinci qrupa daxil olması, birinci yerdə qızılbaş əyanları və yaxud hərbi əyanları idi. Deməli, A yanlışdır. Dövləti Şah 2-ci Təhmasibi idarə edilməsi, o da deyil, çünki Təhmasib 1722-32-lərdədir. Qarabağ bəylərbəyliyin yaradılması, Qarabağ bəylərbəyliyi ilə Səfəvi yaranan vaxtdan yaranıbdır. D. Ali ruhanilərin feodalların birinci qrupu da yanlışdır, çünki ali ruhanilər ikinci yerdədir.
Y. Məmurlar və yerli əyanlar feodalların 3-cü qrupu. Y. Düzgündür. 41-ci test. Səfəvilər dövlətinin 17-ci əsrin ortaları üçün səciyyəvi idi. Bəylərin şahın əmri ilə hərbi yürüşlərdə iştirak etməyə başlaması. Digərlərinə baxaq. Dövlətin Şah 3-cü Abbas tərəfindən idarə olması. Şah 3-cü Abbas 18-ci əsrdə hakimiyyətdə olmuşdu. Hərbi əyanların feodalların 1-ci qrupuna daxil olması. Bəli, cavab olacaq C. Çünki hərbi əyanlar və yaxud qızılbaş əyanlar 1-ci yerdə dururdu. 42. 18-ci əsrin ikinci yarısı Azərbaycan tarixi üçün səciyyəvi idi. 17-ci əsrin daha doğrusu. Şah 1-ci Abbasın ordunun təşkilinə yeni islahatlar keçirməsi. Xeyr, Şah 1-ci Abbas 17-nin ikinci yarısını görmür. O 1629-da vəfat edibdir. Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsinin başa çatması. İkinci mərhələ 1590-cı il İstanbulda başa çatmışdı. C. Xanlıqların meydana gəlməsi. Bu da yanlışdır. Xanlıqlar 18-də meydana gəlib, 18-ci əsrdə. Komendant idarəsinin bu da yanlışdır. Səfəvilərlə Osmanlı arasında dinç münasibətçi. Bəli, cavab Y-dir. 17-ci əsrin ikinci yarısı Azərbaycan tarixi üçün səciyyəvi idi. Şah Sultan Hüseynin İsfahan müqaviləsini imzalaması. Daha sonra Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsinin başa çatması. Hüseynlə İsfahan müqaviləsi belə bir hadisə biz görmürük. Səfəvi Osmanlı müharibəsinin ikinci mərhələsi 1590-da başa çatır. Bizdən 17-nin ikinci yarısını soruşur. Xanlıqlar 18-ci əsrdədir. İdarəçilikdə irsilik bəli, cavab D variantı. Çünki şahlar görürük ki, hakimiyyətləri atadan oğula keçir. 44-cü test. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətində baş verən hadisə tapacaq. Vəzirlər mərkəzi hakimiyyət tərəfindən təyin edilirdi və birbaşına tabe edilirdi, deyir. B variantı. Dövlətin başında Ali Məclis tərəfindən fəaliyyəti məhdudlaşan şah durur. Bu yanlışdır. Şahın hakimiyyəti qeyri-məhduddur. C. Hərbi işə qazi baxır. Yanlışdır. Qazi məhkəməyə baxır. D. Şahın yanında qanunverici səlahiyyətə malik Ali Məclis fəaliyyət göstərir. Yanlışdır. Çünki Ali Məclis qanunverici deyildi. Məsləhətçi idi. Darğa dövlətdə hərbi işlərə başçılıq edir. Yanlışdır. Hərbi işə əmr əl-ümarədir. Cavab olacaq burada A variantı. Yəni vəzirlər mərkəzi hakimiyyət tərəfindən təyin edilir və birbaşa mərkəzi hakimiyyətə tabe edilir. 45. 17-ci əsrin ikinci yarısında Səfəvilərdə mülki işlərə qazi başçılıq edirdi. Qazi məhkəməyə başçılıq edir əslində. Dövlətin başında Ali Məclis tərəfindən fəaliyyəti məhdudlaşan şah durur. Yanlışdır. Şahın hakimiyyəti qeyri-məhduddur. Maliyyə işlərinin qaydaya salınması vəzirin səlahiyyətindədir. Bu doğrudur. 46. 17-ci əsrin ikinci yarısına aiddir. Azərbaycan inzibati cəhətdən bölünür qəzalara. Bu yanlışdır. Qəzalar yox idi bizdə. Səfəvi dövlətinin bəylər bəylikdə maliyyə işlərini həyata keçirir vəzir. Bəli, doğrudur. Cavab olacaq B variantı. Digərləri yanlışdır. 17-ci əsrin ikinci yarısında Qarabağ bəylərbəyliyin mərkəzi Gəncə şəhəri idi. Bəli, bu doğrudur. B yanlışdır. Bəylərbəyin maliyyə qazı yanlışdır. Neyse, burada da cavab A idi. 48. İkinci Abbasın hakimiyyəti dövrü üçün səciyyəvi idi. Peterburq müqaviləsi yanlışdır. Rusiya ilə hərbi münaqişə. Cavab B variantı idi, amma o dinç yolla münaqişəni həll edir, qoymur böyüməyə. Şah Süleymanın hakimiyyət dövrü üçün səciyyəvidir. Şah Süleymanın dövründə 2 dənə hadisə olub. Bir Stepan Razinin hücumu, yəni bildiyimiz, bir də Rusiya ilə müqavilə. Gəlin görək hansı var. Rusiya tacirlərinə gömrüksüz ticarət hüququ. Cavab B. 1667-də imzalanmışdır. Azərbaycan tarixində 17-ci əsrin 60-cı illərin ikinci yarısı, 18-in 30-cu illərin əvvəllərində Rusiya ilə bağlanmış müqavilələrin şərti 1667 və 1735. Burada ticarət olacaq. Cavab A. Rus tacirləri üçün güzəştlərin nəzərdə tutulması. A variantı. 51. Azərbaycanın 16-cı əsrin birinci yarısı, 17-ci əsrin ikinci yarısı tarixinə aid oxşar cəhət. Maliyyə işlərinə qazı, bu yanlışdır. Qazi məhkəməyə baxır. Köçəri maldarlıqla məşğul olan elatlarda qopcur. Bu da yanlışdır. C variantı. Qızılbaş əyanlarının ali nümayəndələrinin hərbi işlərdən kənarlaşdırılması.
Vəqf torpaqlarını becərən kəndlilərin maaf, bu da yanlışdır. Qızılbaşyanların dövlətin idarə edilməsində mühüm rol oynaması. Burada Y variantı olacaq. Maliyyə işlərinə qazi başçılıq etmir, çünki köçəri maldarlıqla məşğul olan elatlara qopçur yoxdur verdi. Burada qızılbaşyanların ali nümayəndələrinin hərbi işlərdən kənarlaşdırılması. Əslində 16-cı əsrin birinci yarısında qızılbaşlar əsas rol oynayırdı. Bəli, cavab Y olacaq. 52. Azərbaycan 16-cı əsrin birinci yarısı və 17-ci əsrin ikinci yarısına aid oxşar cəhət. Tüfəngçilər adlanan xüsusi ordu hissəsini təşkil etməyə başlaması bu yanlışdır. Çünki bu sırf Şah Abbasın dövründədir. 1587-1629'larda o hakimiyyətdə olmuşdu. 16'nın birinci yarısında yox. Köçəri maldarlıqla məşğul olan elatların qopçur, bu da yanlışdır. Qopçur o dövrdə yox idi. Qızılbaşyanlarının dövlət idarəçiliyindən tamamilə uzaqlaşdırıla bilməz. Qulamlar adlandırılan xüsusi qvardiyanın yaradılma əvvəldir. Ölkə ərazisinin inzibati cəhətdən bəyliklərə bölünməsi. Bəli, cavab Y-dir. 53. Səfəvi dövlətləri Rusiya arasında imzalanmış 1667-ci il müqaviləsinə əsasən bu tacirlik məsələsi idi. Rus tacirləri üzərinə xüsusi gömrük rüsumu xeyli B səhvdir. Cənubi Qafqaza gətirilən malların xüsusi gömrük rüsumu qoyuldu. Bu da səhvdir, A da səhvdir. Rus tacirlərinə gömrüksüz ticarət qadağan edildi. Bu da səhvdir. Rusiya ilə ticarət əlaqələri məhdudlaşdırıldı. Bu da səhvdir. Rus tacirlərinə gömrüksüz ticarət etmək hüququ və bir sıra başqa imtiyazlar verilir. Y düzdür. 54. Səfəvi hökmdarı 1-ci Süleymanın fərmanının əsasən Xəzər dənizində ticarət etmək yalnız ruslara verilir. Xeyr, bu yanlışdır. Rus tacirləri Xəzər dənizində gömrüksüz ticarət etmək hüququndan məhrum edilir. B də yanlışdır. Səfəvilərin hakimiyyət dövründə ruslar gömrüksüz ticarət etmək hüququndan məhrum edilir. Bu da yanlışdır. Yerli hakimlərdən rus tacirlərinin xüsusi ehtiramla yanaşmaq tələb olunur. Bəli, cavab D-dir. 55. Sxema əsasən doğru cavabları müəyyən edin. Şah 2. Abbasa verir. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması. Şah 2. Abbasda Osmanlı ilə müqavilə yoxdur. Daha sonra Səfəvilərin paytaxtı İsfahana köçürülməsi, bu da 1. Abbasdadır. O zaman Hüseynə baxaq. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması. Hüseynin hakimiyyət illəri 1694-1722'dir. O aralıqda müqavilə görmürük. Deməli, Osmanlı dövləti ilə müqavilə söhbəti də yalandır. 4-ə baxaq. Səfəvilərin paytaxtının tutulması. Bəli, bu doğrudur. 2-ci Təhmasibə də Gəncə müqaviləsi yazır. 2-ci Təhmasib 22-dən 32-yə qədər hakimiyyətdə olub. 1722-1732. Gəncəni də imzalaya bilməz. Səfəvilərin paytaxtının demək ki, İsfahana köçürülməsi, İsfahan, daha doğrusu Əfqanlar tərəfindən tutulması bu Hüseynə aiddir. Bir də Osmanlı ilə sülh müqaviləsinin imzalanması da Hüseynə aid olacaq. Cavab olacaq 3 və 5. Bir dənə Hüseynin imzaladığı müqaviləni düşünün. Bu testdə bir dənə götürməliyik, o da 4-dür. Mən elə bildim 2 dənə götürməliyik. 56. Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixi üçün səciyyəvi idi. Bəylər bəyliklərin maliyyə işlərinin Əmr-i-İmarə tərəfindən baxılması bu yanlışdır. Çünki Əmr-i-İmarə qoşuna baxırdı. Səfəvi Osmanlı müharibələrinə son qoyan müqavilənin imzalanması 17-ci əsrin ikinci yarısı tarixi üçün səciyyəvidir. Xeyr, ikinci yarısında deyil. Son qoyan müqavilə 1639-da imzalanıb. Əfqanların Qəndahar ilə keçilməsi 1709-dadır. Rusiya ilə ticarət iqtisadi əlaqələrin inkişafı olacaq. Cavab deyil, çünki 1667-ci ildə müqavilə imzalanıb, onu deyir. Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixi üçün səciyyəvi idi. Yenə 17-ci ikinci yarısı. Osmanlı ilə müqavilə, xeyr, müqavilə Osmanlı ilə yoxdur bu dövrdə.
Rusiya ilə münaqişə. Bəli, cavab B-dir. 58. Səfəvi dövlətinin 1639-cu ildə Rusiya imperiyasının 1724-cü il tarixinə aid oxşarlıq. Osmanlılarla müqavilə. Bəli, 1724-cü ildə həm Səfəvilər, daha doğrusu həm Rusiya-Osmanlı İstanbul müqaviləsi imzalayıb 3-cü İstanbulu, həm də 1639-cu ildə Səfəvi ilə Osmanlı qəsr şirini imzalayıb. 59. Səfəvi dövlətinin 1618, Rusiyanın 1711-ci il tarixinə aid oxşarlıq. Osmanlı ilə döyüş olacaq. Osmanlı ilə döyüş və yaxud Prut sülhünün imzalanması ola bilər. D variantı. 1711-də Prut sülhü imzalanır. Azov qalası qaytarılır demək Ruslara. 1618-ci ildə isə Mərənd sülhü imzalanır Səfəvilərlə Osmanlılar arasında. 69. Səfəvi dövlətinin daha doğrusu 60. Səfəvi dövlətinin 16-cı əsrdən fərqli olaraq 17-ci əsrin sonu iqtisadiyyat üçün xarakterik idi. Xalsiyə torpaqlarının əldə olunan gəlirinin şah razılığı ilə xərclənməsi. Yerlərinə bax, İngilis sərgilərinə ölkə arasında gömrüksüz ticarət. Belə bir şey yoxdur. 17-ci əsrin sonu. Divan torpaqlarından əldə edən bütün gəlirlərin dövlətin xərclərinin ödənilməsinə sərf edilməsi. Bu fərq deyil. Qiymətli metalların azlığını dövrəyə qəlb pullar. Bəli, cavab olacaq D. Çünki 17-ci əsrdədir bu sırf. Bəli, bu qədər bəsdə davam edəcəm.